Məşhur, mənim məşhurlaşdırdığım piyada keçididir. Fikir verirsinizsə, belə dörd şəkilli, dörd bucaq şəkillidir. İlk pandus buradadır. Biz burada pandusdan hərəkət edirik. Çox sadə formada gəldik. Keçirik bura. Hörmətli ayna. Siz burada pandus görürsünüz. Yoxsa bizim gözümüz zəif görür nədirsə. Burada pandus yoxdur. Gəlirik bura. Hörmətli ayna. Səkinin hündürlüyünə baxın. Burada da pandus görmürük. Bu pandus var burada. Bunu binanın vaxtında eləyiblər. Bunun sizə aidiyyəti yoxdur. Gəldik bura. Burada da pandusdan keçirik. Siz burada pandus görürsünüz. Yəni siz deyirsiniz ki, buradan keçməlidir. Yəni uşaq arabasından gələcək bura, buradan belə gedəcək yenə də o səkiyə. Burada pandus yoxdur. Siz əgər pandus eləyən idisə, zaten bunu binaya yarımçıq eləmişdi. Davam eləməli idi buraya və buradan keçməli idi belə. Siz sadəcə burada taksi duracağı yaratmaq fikrinə düşmüsünüz və piyada keçidin yerini dəyişmişsiniz. Və orada da asparking qurmusunuz ki, cəmaət orada maşını saxlasın. Düzdürmü? Siz elə oranı taksi duracağı eləyəydiniz də. Zaten taksilər orada yanırdı da. Siz çox xahiş edirəm, mövzunu saptırmayın. Bu ərazidə pandus yoxdur. Yəni buradan bura keçid üçün bu səkidə heç bir pandus yoxdur. Bu niyə böyür üstə qalıb burada? Gəlib keçirik buradan. Yəni bax mənə yol vermək üçün bu maşınlar mənə yol vermək üçün burada dayanmalıdır. Dayananda isə baba gördün? Dayananda isə oradan gələn maşının yolunu kəsmiş olacaq. Mənim demək istədiyim budur. Mövzunu saptırmamaq lazımdır və mövzu üzrə cavab vermək lazımdır. Amma burada olan da keçid. Və yerə də qalın. Maşın burada dayanırdı və oradan gələn maşınların yolunu kəsmirdi.